Değerli müşterilerimiz, hoş gördük sizleri. Tam asfalt yolun üstü, bak gördüğünüz gibi. Solda asfalt, sağda asfalt. Məsciddə mərkəzi yola cəmi 150 metre. Marşrut yəni 150 metrəlindən keçir. 2 mərtəbə ev, 5 otaqlı ev, çox super qiymətə çıxıb. Evimizin çöl görünüşü gördüğünüz kimi. Həyət hissəsi maşallah olsun, çox geniş, gözəl. Evimizin kamerasında kimi var. İnşallah keçən evimizin təqdimatına. Bu alt mərtəbəsi, kombisində kimi yaşayış evi olub. Şəxsi tikili evdir, beton monolitindən belə alt mərtəbəsidir. Ay maşallah. Alt mərtəbəsində yola yaxın olduğu üçün buranı kirayə də vermək olar, demək olar ki. Həqiqətən buranı kirayə də vermək olar. Yəni arendə vermək olar. Yaşayış evidir. Maşallah olsun. Evin arxa hissəsini göstərim. Bu da evin arxa hissəsi. Evin arxa hissəsindən 3 metre yolu. Keçən inşallah evimizin içərisində tanış edeyim. Evimizin giriş hissəsidir. Maşallah olsun, çox gözəl, geniş, aboyna kimi. Çox zövqlü dizaynla yığılır. Evimizin giriş hissəsində tanış edeyim. Bax, girirsən belə, maşallah olsun. Demək olar ki, 2 mərtəbə evdir. Bu qiymətə, bu ünvanda ev yoxdur. Burada yerləşir mətbəx hissəsidir. Mətbəx mebellə qoyulur. Maşallah olsun. Burada bizim sanitar samuzel qurşağımız göstərim inşallah ayrı-ayrılıqdadır sanitar samuzel. Hamam hissəsidir. Ayaq yolusudur. Burada da əlavə əl üzü yılan qoyulur. Keçən inşallah evimizin otağına sizi tanış edeyim. Girəndə geniş qonaq otağı. Maşallah olsun, maşallah. Evdə nə qəşəng istəyir. Qonaq otağı. Burada yerləşir. Böyük yataq otağımız. Yataq otaqları çox böyükdür. Qapılarına kimi də hamısı bahalı qapıdır. Burada yerləşir. İkinci yataq otağımızdır. Maşallah. Bu bizim 3-cü yataq otağımızdır. Bu da bizim 4-cü yataq otağımızdır. Dəyərli müştərilərimiz, evimiz yerləşir Binə qəsəbəsində. İmam Həsən məscidinin tam yaxınlığında 5 otaq, 2 mərtəbə, tam təmirli evimiz qiyməti cəmi 105 min manatdan çıxıb. Allah xeyrini versin.